Sürət və tarazlığın ətraflısı. Birinci sual A üstə 2B alınır D. Bu sxemdə tarazlıq halda bütün maddələrin qatılığı eynidir. Deməli, başlanğıc, sərf olunan tarazlıq. Bütün qatılıq eynidirsə, deməli, hamısında x-dır. Reaksiyanın tarazlıq sabiti 16-ya bərabər olarsa, D-nin tarazlıq qatılığını, bir də B-nin başlanğıc qatılığını tapın. Deməli, tarazlıq sabiti necə hesablanır? 16 bərabərdir. D-nin tarazlıq qatılığı x-dır. Böl, A-nın tarazlıq qatılığı x-dır. B-nin tarazlıq qatılığı da x-dır. Əmsalı olduğuna görə x üstü 2 olur. Və buradan olacaq 16 bərabərdir 1 böl x-in kvadratı. Bunu da hesablayırıq. 16x kvadratı bərabərdir 1. 4x bərabərdir 1. X deyilir 0,25. X-ları tapdıq. 0,25, 0,25, 0,25. Bu o deməkdir ki, reaksiyadan 0,25 mol D alınıb. 0,25 mol D alınıbsa, əmsala əsasən 0,25 mol A sərf olunub. B isə əmsalı 2 olduğuna görə 2 dəfə çox, onda 5 mol B sərf olunub. Bunu tapdıq. İndi başlanğıc qatılıq. A-nın başlanğıc qatılığı 125 ilə 125-in cəmi 10/5-dir. B-nin başlanğıc qatılığı 125 ilə 10/5-in cəmi 0,75-dir. D-nin başlanğıc qatılığı 0-dır. İndi bizdən soruşur D-nin tarazlıq qatılığını 0,25. Bir də B-nin başlanğıc qatılığını 0,75. İkinci sual. Qrafikə əsasən N2 üstəgəl 3H2 alınır 2NH3. Deməli, reaksiyasında ammoniakı və hidrogenə görə sürətini tapın. Bizə nə deyir? Qrafikdə ammoniakın qatılığının zamandan asılılıq qrafiki. Zaman delta T 50/10, 40 saniyədir. Delta C 1,6-dan 2,4-ə qalxıb. Yəni delta C 2,4 ilə 1,6-nın fərqidir. Yəni 0,8. Çıx 1,6 deyilir 0,8. İndi NH3-ə görə sürət VNH3 bərabərdir. Delta C böl delta T 0,8 bölünsün 40. 0,8 böl 40 da eləyir 0,2. Ammoniaka görə sürət 0,2-dir. Birincini tapdıq. Bir də deyir hidrogenə görə sürət. Ammoniakın əmsalı 2-dir, hidrogenin əmsalı 3-dür. Hidrogenə görə olan sürət ammoniaka görə olan sürətdən 3 böl 2, 1,5 dəfə çoxdur. Yəni 2-ni vururuq 1,5-ə. VH2 bərabərdir 1,5 vurulsun VNH3. NH3-ün sürətindən 1,5 dəfə çoxdur. 0,2 o da eləyir 0,3. Hidrogenə görə olan sürət də 0,3. Üçüncü, deməli T1 zaman 64 dəqiqədir. T2 də x dəqiqədir. Görək zaman necə dəyişir. Delta T 30 dərəcədir. Delta T 30 dərəcədir. Gamma da 2-dir. VT1 y-dir. VT2 1/6-dır. Deməli, biz birinci tapırıq VT2-nin VT1-ə nisbəti. VT2 böl VT1, yəni sürət necə dəyişib? Bərabərdir 2 üstü 30 böl 10. O da eləyir 2 üstü 3, o da eləyir 8. Sürət 8 dəfə neyniyib? Artıb. VT2 1,6-dır. 1,6-nı bölürəm VT1-ə bərabərdir 8-ə. 8 VT1 bərabərdir 1,6-ya. VT1 bərabərdir 1,6 böl 8. 0,2. VT1 10/2-dir. VT1-ə də y verib. Deməli, y 0,2-dir. İkincini tapdıq. Zamanı soruşur. Deməli, sürət 8 dəfə artıbsa, zaman neyniyib? 8 dəfə azalıb. Zaman 8 dəfə azalıb. 64 8 dəfə azalanda
olacaq 8 dəqiqə. Bu da x-dir. Birinci. Dördüncü sual. A üstəgəl 3b alınır AB3. Hamısı da qaz halındadır. Təzyiqi 2 dəfə artırsaq sürət neçə dəfə artar? Təzyiqin təsirini yazırıq. V bərabərdir. K vurulsun. A, B. İkisi də qaz halında olduğuna görə PA, A-nın təzyiqi vurulsun. PB, B-nin təzyiqi üstü 3. Əmsal 3 olduğuna görə. Təzyiqi, reaksiyada təzyiqi 2 dəfə artıranda ikisinin də təzyiqini 2 dəfə artırmış oluruq. Onda olacaq 2 vurulsun 2 üstü 3. 8 o da 2, 16. Deməli, sürət 16 dəfə artacaq. Bu birinci. Sonra B-nin qatılığını 2 dəfə azaldıb, A-nın qatılığını 2 dəfə artırsaq. İndi qatılığın təsirini yazırıq. K vurulsun, SA vurulsun, SB üstü 3. B-nin qatılığını 2 dəfə azaldır, A-nı 2 dəfə artırır. A-nı 2 dəfə artırırsa olacaq 2, B-ni 2 dəfə azaldırsa olacaq 1 bölünsün 2 üstü 3. O da 2 vurulsun 1 böl 8, o da eləyir 1 böl 4. Yəni 4 dəfə azalar. Bu da ikincinin cavabı. Sonra 5-ci, tarazlıqda olan kimyəvi reaksiyanın tənliyini tərtib edin. Baxırıq ki, qrafikdə A ilə B azalıb. A harda, necə azalıb? 3-dən 1-ə qədər azalıb. Deməli, nə qədər daxil olub? 2 yazıram. 2A üstəgəl. B 5-dən 2-yə qədər azalıb. Deməli, 3 daxil olub. 3 mol B. Alınır. D 0-dan 4-ə qədər artıb. 4D alınıb. Və bu tarazlıqda olan reaksiyanın tənliyidir. Tərtib etdik. Bir də deyir tarazlıq sabiti. Tarazlıq sabiti tarazlıq qatılıqlarını hesablayırıq. Deməli, tarazlıq sabiti necə hesablanacaq? D-nin tarazlıq qatılığı CD üstü 4 əmsalı var. CA üstü 2 vur, CB üstü 3. İndi D-nin tarazlıq qatılığı neçədir? 4. 4 üstü 4 böl. A-nın tarazlıq qatılığı 1-dir. 3-dən 1-ə düşüb 1 tarazlıq qatılığıdır onun. 1-in kvadratı vur. B-nin tarazlıq qatılığı 2-dir. 5-dən 2-yə düşüb 2 tarazlıqdır. Olacaq 2 üstü 3 bərabərdir. 4 dəfə 4 16, 16 dəfə 4 64, 64 dəfə 4 256. Bölünsün 2 üstü 3. 1 üstü 2 elə 1-dir. 2 üstü 3 8-dir. 256-nı 8-ə bölürük. İxtisar aparıram 2-yə. 4, 128. 128 də 4-ə böləndə eləyir 32. Tarazlıq sabitini də hesabladıq 32. Növbəti məsələ 6-cı. Temperatur əmsalı 2 olan 2A üstə B alınır C. B ilə C qaz halındadır, amma A bərk haldadır. Temperatur əmsalı 2 olan reaksiyanın sürətini 4 dəfə sürətləndirmək üçün, yəni qamma 2-dir. V2-nin V1-ə nisbəti 4 olmalıdır. Onda yazıram 4 bərabərdir. 2 üstü temperaturu neçə dərəcə artırmaq? Delta T böl 10. 4 2 üstü 2-dir, bərabərdir. 2 üstü delta T böl 10. Onda olacaq 2 bərabərdir. Delta T böl 10. Delta T də bərabərdir 20-yə. Deməli, 20 dərəcə artırmaq lazımdır. Bu birincinin cavabı. Qabın həcmini neçə dəfə azaltmaq lazımdır? Qabın həcmini azaldanda bilirik ki, təzyiq artır. Qabdakı təzyiq artır. Və təzyiqin təsirini yazanda V bərabərdir. K vurulsun. A bərk haldadır yazmıram. B qaz halındadır. K vurulsun P, B. Əmsalı da 1-dir. İndi deyir ki, sürəti neynəməliyik? 4 dəfə artırmalıyıq. 4 dəfə artırmaq üçün biz təzyiqi necə, qabın həcmi neçə dəfə azaltmalıyıq? Qabın həcmi neçə dəfə azalırsa, təzyiq o qədər artır. Və sürət 4 dəfə artmalıdır. Yəni 4 olmalıdır. Bunun əmsalı 1 olduğuna görə təzyiq 4 dəfə artmalıdır. Təzyiq 4 dəfə artmaq üçün də həcmi 4 dəfə azaltmalıyıq. Bu da ikincinin cavabı.
Növbəti 7-ci sual. Qapalı qabda eyni mol miqdarda götürmüş H2 və O2 arasında baş verən reaksiya 2H2O. X-in qatılığı 3 dəfə, yox, bir dəqiqə tərs oxudum. Sonunda hidrogen 50% sərf olunmuş və 5 mol su əmələ gəlmişdir. Deməli, var başlanğıc, var sərf olunan, var tarazlıq və yaxud da qalıq. 5 mol su əmələ gəlib. 5 mol su əmələ gəlibsə, deməli, 5 molda nə sərf olunub? Hidrogen. Çünki əmsalları eynidir. Sərf olunan hidrogen 5 moldur. Və reaksiya 2-nin 1-ə nisbətində getdiyinə görə hidrogen 5 mol sərf olunursa, deməli, oksigen 2,5 mol sərf olunur. Deyir ki, reaksiyanın hidrogenin 50% sərf olunub. 5 50%dirsə, deməli, bunun 100% nə qədər olub? 10 mol. Və başlanğıcda da hər ikisi deyir eyni molda götürülmüşsə, eyni miqdarda götürülübsə, deməli oksigen də 10 mol götürülüb. Və tarazlıqda nə qədər var? 10/5. 5 mol hidrogen var. Bunu bir dənə silim. Oksigen də 10/2,5, 7,5 mol oksigen artıq qalıb, tarazlıqdadır. Bizə nə deyir? Reaksiya başlamamışdan əvvəl və reaksiya başa çatdıqdan sonra qabda olan maddələrin ümumi molu. Başlamamışdan əvvəl su yoxdur. Maddələrin ümumi molu 20 moldur. Başlamamışdan əvvəl. Başa çatdıqdan sonra da 5 mol hidrogen, 7,5 mol oksigen, 5 mol da su olacaq 17,5. Bu da başa çatdıqdan sonraki maddələrin molu. 8. X və Y qazları arasında baş verən reaksiya zamanı. X üstəgəl Y. X-in qatılığını 3 dəfə azaltdıqda 3. Y-in qatılığını 3 dəfə artırdıqda, deməli, burada CX-dir, bu da CY-dir. Kinetik tənlik V bərabərdir, K vurulsun. X 3 dəfə azaldıb, Y 3 dəfə artırdıqda sürət 3 dəfə artır. 1/3-ü neçəyə vursam 3 dəfə artar? 3/2-yə, yəni 9-a. Onda cavab eləyir 3, 3 dəfə artır. Deməli, Y-in əmsalı nədir? 2-dir. Kimyəvi reaksiyanın kinetik tənliyini tərtib edin. V bərabərdir, K vurulsun. CX vur CY üstü 2. Bu oldu kinetik tənlik. Bir də X ilə Y qatılıqlarının 3 dəfə artması zamanı reaksiya sürətinin neçə dəfə artdığını hesablayın. X ilə Y-in qatılığını 3 dəfə artırırıq. X-i da Y-i də 3 dəfə artırdıqda. Bu da 3 dəfə artır, bu da 3 dəfə artır. Onda olacaq 3 vur 3-ün kvadratı. 9, 9-da 3-ə vuranda 27. 9-cu. Deməli, reaksiyanın baş verdiyi temperatur 30 dərəcə, 50 dərəcə, 60 dərəcə. Zaman 32 dəqiqə, 8 dəqiqə. İndi baxırıq. Bu da x dəqiqə. Temperatur əmsalı yoxdur. 30-dan 50-yə x üstü 50/30/10-dur. Yəni, x üstü 2-dir. Və zaman neyniyib? 32-dən 8-ə 4 dəfə azalıb. Zaman 4 dəfə azalıbsa, deməli, sürət 4 dəfə artıb. Yəni, x kvadratı 4-ə bərabərdir. Oradan da x eləyir 2. Deməli, temperatur əmsalı oldu 2. Bunu tapdıq. Bir də x-i soruşur. Temperatur əmsalı 2-dirsə, olacaq 2 üstü 60/50/10 bərabərdir. 2 üstü 1, yəni 2. Sürət 2 dəfə artır. 2 dəfə artırsa, zaman 2 dəfə azalır. 8-i 2-yə bölürəm, eləyir 4. X-ımız da elədi 4. Bu da birincinin cavabı. Sonra 10-cu, ammoniakın katalitik oksidləşməsi. Ammoniakın oksidləşmə reaksiyasını yazırıq. Mürəkkəb maddə yandıqda tərkibindəki elementlərin oksidi alınırdı. Azot N2 şəklində alınırdı. Əgər katalizator olarsa, azot NO şəklində alınırdı. Burada da katalitik oksidləşmə deyirsə, bunu yazırıq. Və balans qururuq. -3-dən -2-yə 5. 5 gəlir düşür oksigen əmsalına. 0-dan -2-yə 2. 2-dən oksigen eləyir 4. 4 də düşür NO-nun əmsalına.
Əmsallaşdırırıq balansdan. 136 qram amonyakın katalitik oksidləşməsinə 20 saniyə vaxt sərf olunmuşdur. Yəni delta T 20 saniyədir. 136 qramda da molunu tapıram. Reaksiyanın oksigene və azota görə sürətini. Amonyakın 136 qramdırsa, 136-nı bölürəm 1 molunun kütləsinə 17-yə. 136-nı 17-yə böləndə eləyir 8 mol. Molunu da tapdım. İndi V bərabərdir. Yəqin ki, burada həcm 20-dir, 1 litrdir. Həcmi verməyiblər. Həcm 1 litr olan qab üçün biz hesablayaq. 8 mol böl 20. Bu NH3-ə görə olan sürətdir. 8-i 20-yə böləndə eləyir 0,4. Amonyaka görə oldu 0,4. Oksigenə və suya görə sürəti soruşur. Oksigenə görə də 5-i 4-ə böləndə 1,25 eləyir. Onda 4 də 1,25-ə vuranda oksigenə görə olan sürət eləyəcək 0,5. Suya görə sürət isə 6-nı 4-ə böləndə 1,5 eləyir. Suya görə sürət amonyaka görə olan sürətdən 1,5 dəfə çoxdur. Yəni 10,4-ü 1,5-ə vuranda eləyir 10,6. Oksigenə və suya görə sürətləri tapdıq. Deməli, həcmi 2 litr olan qabda 5 saniyə ərzində saxarozanın turş mühitdə hidrolizi. Saxaroza C12, H22O11. Hidroliz üstəgəl su ilə 1 mol glukoz alınır, alfa glukoza. Üstəgəl bu glukozadır, alfa. Bir də beta fruktoz alınır. Yenə də C6, H12O6. Bizə nə deyir? 90 qram glukoza alınmışdır. 90 qram. Həcm 2 litrdir. V bərabərdir 2 litr. 5 saniyə delta T bərabərdir 5 saniyə. Ərzində 90 qram. Saxarozanın hidroliz tənliyini yazın. Yazdıq. Hidrolizin sürətini hesablayın. Glukozanın qramına görə onun molunu tapırıq. Nü bərabərdir 90 qram böl, bunun ml-i 180-dir. O da eləyir 10,5 mol. Sürəti də mol böl litr vur saniyə ilə soruşur. V bərabərdir 0,5 mol bölünsün 2 vurulsun 5 saniyə. Ona o da eləyir 0,5. Hidroliz sürətini də hesabladıq. Bu da ikinci. Deməli, burada nə deyir? 12-ci sual. Temperatur 10 dərəcə. Sürət 0,2-dir. Temperatur əmsalını soruşur yəqin ki. Temperatur 20 dərəcə, sürət 0,8-dir. Aha, qamma üstü 20 çıx 10 böl 10 bərabərdir 0,8 böl 0,2-yə. Yəni sürət nə edib? Sürət 4 dəfə artıb. Qamma üstü 1, 20 çıx 10 elə 10 eləyəcək, 10 böl 11. Qamma üstü 1 bərabərdir 4-ə. Deməli, temperatur əmsalı 4-dür. Bunu tapdıq. Temperaturu 10-dan 30-a qədər artırdıqda sürət neçə dəfə artar? 4 üstü 10-dan 30-a, yəni 30 çıx 10 böl 10. 4 üstü 2. O da eləyir 16. Sürət 16 dəfə artar. Bu da ikincinin cavabı. Deməli, 13-də qrafikdə X və Y arasında Z-in alınması ilə baş verən reaksiyada maddələrin qatılığının zamandan asılılıq qrafiki verilmişdir. Cədvəli tamamlayın. Reaksiyanın tənliyini yazın. Baxıram, X ilə Y azalıb. Deməli, daxil olan maddədir. X 7-dən 6-ya azalıb. Yəni 1 mol daxil olub. Üstə gəl. Y 7-dən 4-ə azalıb. 3 mol daxil olub. 3Y. Z 0-dan 2-yə artıb, deməli 2 mol Z alınıb. Reaksiyanın tənliyi budur. Tərtib edin, əmsallaşdırın. Y-in sərf olunma sürətinin Z-in əmələ gəlmə sürətinə olan nisbəti. Y-in sərf olunma sürəti əmsal 3 olduğuna görə, Z-in əmələ gəlmə sürətində əmsal 2 olduğuna görə 3 2-dən neçə dəfə çoxdur? 3-ü bölürəm 2-yə, 1,5 dəfə. Nisbət 1,5-ə bərabərdir. Bir də X-in tarazlıq qatılığını deyil hesablayın. X-dakı 7-dən 6-ya düşüb, qrafikdə görürəm, tarazlıqda 6 mol X var. Bu da tarazlıq qatılığıdır. Sonra
14-cü sual 2H2 üstə gəl O2 2H2O reaksiyasının oksigenə görə sürəti 0,2-dir. 10 saniyə müddətində 2 litr qabda baş verən delta T 10 saniyədir. V2-dir. Reaksiya neçə qram hidrogen yandığını və neçə qram su alındığını hesablayın. Oksigenə görə sürətdir. Oksigenə görə sürətdə verilib. Biz buradan oksigenin molunu tapa bilərik. V bərabərdir. Delta nü bölünsün. Həcm V vur delta T. Delta nü buradan nəyə bərabərdir? V, sürət V vur həcm V vur delta T. Oksigenin sürəti 0,2-dir. Həcm 2-dir. Zaman 10'dur. 10'da 4 ona vuranda eləyir 4 mol. Oksigen 4 mol daxil olub. Oksigen 4 mol daxil olubsa 8 mol hidrogen daxil olub, 8 mol su alınıb. İndi bizə deyir ki, neçə qram hidrogen yandığını. 8 mol hidrogen neçə qramdır? 8 vur 2. 16 qram. Bu oldu birincinin cavabı. Neçə qram su alındığını. 8 mol su alınıb. 8'i də vururuq 18'ə. O da eləyir 144 qram. Bu da ikincinin cavabı.